Salam dəyərli müəllimlər. Növbəti sertifikasiya üzrə keçirilmiş sınağın izahına baxaq. Sualımızda qeyd olunur, düzgün ifadələri müəyyən edin. Təbii ki, seçməli. Yer qabığının kütlə vulkan püskürməsinin ayrası. Yer qabığı deyil qətiyyən, mantia qatıdır, yanlış. Mantianın təbəqə arasında moxa sərhədi xeyr, mantia ilə bazalt qatı arasında. Deməli, bərk yer qabığı yarandıqdan sonra lavanın yersən çıxışı azaldı. Bəli, bu artıq getdikcə, yəni meteorit yağışları falan, həmən dövrdə planetar inkişafdan söhbət gedir. Getdikcə yer qabının qalınlaşması vulkanların qarşısını kəsmiş demək olar, doğru. Planetin inkişafı sonu yer qabığı xeyr, ümumiyyətcə planetar inkişafın özündə formalaşmışdı, bazaltdan ibarət olan yer qabığı. Daha tam şəkildə formalaşması geoloji dövrdə idi, amma Pantalası idi. Okean yarandı. Planetar inkişafı təxminən 2-2 milyard öncə yox, belə deyək, planetar inkişaf 2,5 milyard il davam etdi. Ümumi olaraq 6-7 milyard il, deməli, əvvəl başlayıb. 2,5 planetara, 4,5 isə geologiyaya. C. Növbəti sualımıza baxaq. Deyir 13,6 yarımçıq. Bir xətt üzərinə paletka qoyuldu. 13 tamdır. 6 yarımçıqda zaten yəni nə qədər verirsə zaten onu 2-yə bölü elə 3 tam oldu. 13 üstə gələk 3 bərabərdir 16 tam. 16-nı 4-ə böldük 4 santimetrin kvadratı elədi. Deməli, miqyas nə qədərdir? 3-ün kvadratı təbii ki. 3-ün kvadratı vıraq 4 bərabər 9 vıraq 4 bərabər 36 kvadrat kilometr. Yəni, Y variantı. Növbəti sualımızda nə deyir? Litosfer tavaların xəritə sxeminə əsasən hərəkət sxemi doğru göstərilməyən hansı tavanın şərqində konvergent ada yerləşir? Dəyərli yoldaşlar, burada yəni doğru göstərilən bir dənə üçdür. Yəni bizə lazım deyil, nə məsələdir? Çünki Cənubi Amerika litosfer tavası qərbə doğru hərəkət eləyir. Doğru göstərilməyən hansı litosfer tavasının şərqində konvergent adadır? Bəli, burada doğru göstərilməyən 4-dür ki, 4 yəni yanlış gördük. Və şərqində məsələn Yeni Qvineyadır, Fiji, Yeni Zelandiya kimi adalar mövcuddur. Yəni 4. Hind, Avstraliya deyək ona. Burada hansı planetdən söhbət gedir? 14 peyki varsa biz bilirik ki, nədir? Neptundur. Onlardan ən böyüyü isə Tritondur. Növbəti sual. Müşahidəçi 22 iyunda Günəş harda zenitdə olur? 23,5 dərəcə şimal enliyində. Aha. Günəşi özündən daimi şimalda görərsə, daima özündən şimalda görərsə, mütləq şəkildə deməli nədir? Bundan cənubdadır. Məhz, baxın, bundan cənubda olan bütün məntəqələrdə həmişə özündən şimalda görür. Demək, həmişə yox. Yəni, bu tarixlər daha çox. Aydındır. İndi deyir ki, təbii ki, buradan ola bilməz deyirsə, avtomatik olaraq buradan yuxarı götürə bilmərik. Yəni, 24 dərəcə şimal enliyi də özündən cənubda görür Günəşi. Çünki tropik xətt özündən, Günəşin zenitdə olan enlikləri o özündən ondan cənubdadır. O səbəbdən. Bu dərsliyə əsaslanmış təbii ki, şəkildir. Bu məntəqələr müvafiq olaraq səhər, günorta, yox, səhər, axşam, günorta, gecə yarı. Zaten burada Hasan tapılanlardan biri bu günortadır, günorta, bax bu günortadır 1, bu isə 3 isə gecə yarıdır. Müəllimlər bəzən çarxır, bu dərslikdə də metodik vəsaitdə də verilib, diqqət eləyə bilərsiniz. Deməli, səhər. Səhər burada günəş yenicə çıxmış, yəni 4. Axşam, yəni artıq günəş batım istiqaməti 2. Günorta bildiyimiz 1, gecə yarı isə 3. 42, 13. Geoskalın 4-cü mərhələsində aid olan dağlar, yəni platformanı deyir. Bu da dərsliyə əsaslanır. Deməli, bu geosignaldır, tektonik zonadır. Deməli, seysmik zonadır. Alt dağları getdi. Bu da bu istiqamətdən görürük ki, bu da tektonik zonadır. Aha. Afrikanın cənubu 100% biri budur. Burada aşınma prosesində o platforma görsənir və bu 4, 5, 6 platforma mərhələsidir. Nə deyir burada? Şimali Avropada yanlışdır. Skamya dağların hündürlüyü doğru. Dik ensiz sıldırım dərin körfəzlər fiordlara çevrilə bilər. Skandinav yarımçı 20 il öncəyə qədər buzlaqlarla örtülü olmuşdur. Venerin gölünün olduğu ölkə, yəni İsveç Rusiya ilə sərhəddə yerləşir? Xeyr.
Rusiya ilə. Yəni orada Finlandiya, Norveç yerləşir, İsveç yerləşmir. Şimali Avropada buzlar əridən sonra buz dərələr körfəzi olur, bəli. Yəni B, 8B-dir dəyərli yoldaşlar. Doğru ifadələri müəyyən edin. Kürd deməli diqqətlə baxaq. Kür çökəyi tektonik zona, Bozdağ, Xocaşen, bəli, Daşüzdü, Palantökəndə deyə bilərik. Kiçik Qafqaz qalxmasının yaşma xeyr, Böyük Qafqaza keçir. Kiçik Qafqaz qalxması Axar-Baxar, bəli, sönmüş vulkan. Ön Qafqaz çökməsi, deməli, Qalaltı mineral blok hə, düşür. Çünki Şabran istiqaməti. Böyük Qafqaz qalxması Ömər aşımı, Kiçik Qafqaz qalxması da Talış tektonik zonası da yoxdur. 1, 3, 4 dəyərli yoldaşlar, A variantı. Doğrunu deyir. Çökmə qat sipər, çökmə qatın qalın olduğu ərazi kristallıq bünövrə. Baxaq görək nə deyir. Çökmə qat deyirsə, yəni bax 1-dədir. Sipər deyirsə, yəni 3-dədir B. Çökmə qatın qalın olduğu ərazilər deyirsə 4-dədir. Kristallıq bünövrə 2-dədir, yəni alta hissədə. O zaman nə oldu? 1-ə A, 2-yə D, 3-ə, bəli, B, 4-ə C, yəni C variantı. Hansı ifadə yanlışdır? Diqqətlə baxaq. Bardarqon vulkan olduğu, yəni Mlamişklon quşağında ölkə deyək. Deməli, dəyərli yoldaşlar, bir dəqiqə. Aha. Bardarqon ölkə deyək, yəni və ya ada da olsa, ölkə də olsa, hər nəsə. İslandiyadasa, İslandiya ölkəsi Mlamişklon quşağında yerləşir, bəli. Deməli, Vezuv vulkan, stratovulkanlar İtaliyada, bəli. Qırmızı dağ sönmüş vulkandır, bəli, Axar-Baxar, Bəhərqət çınqıllı, Ay çınqıllı. Ruis vulkanı olan ölkə materikin qərb ucqar nöqtəsi yerləşmir. Şimal ucqar nöqtəsi, yəni belə deyək, Kaliforniyada yerləşir. Orada isə şimal ucqarı Qalinyas yerləşir. Tristan Kunyadas divergent, bəli. Harda? Afrika və Cənubi Amerika litosfet havanın ayrılması. O istiqamətə uyğun gəlir. Sonra əslində bəzən orada çart zonası var. Çart zonasına da qeyd olunur. Deməli, D variantı. Növbəti sualımız. Aha. Cədvələ əsasən görək bizə nə deyir. Doğru fikirləri müəyyən edin. Ant dağları, Kordilya dağları, bu dağlarla başlayan çaylar iki okean hövzəsi, bəli. Çünki həm Atlantik, həm də Sakit okean ola bilər. Ən hündür zirvəsi ekvator xəttindən şimalda deyil, cənubdadır. Nəhəng mis qurşağı yerləşir, bəli, Çili, Peru. Həm sönmüş, həm də falit olan vulkanlar mövcuddur və relief amplitudu 6250 metrdir. Doğrudur. Çünki həm sönmüş, həm ümumiyyətcə, belə deyək də, məsələn, McKinley burada sönmüşdür. Amma Arisobo, Taxomoka və s. bunlar hamısı fəaliyyətdədir. Deməli, orada da ən sönmüş, ən alçaq nöqtə ölüm dərəsidir. -86 və 6194 metr isə deməli nədir? Hündürlük. Yəni bunları amplitud 6190 çıxaq -86 təqribən 6200 nə qədər eləyir? Bu da ola bilər. Yalnız inkişaf etmiş ölkələrin arasında yerləşir, xeyr. Məsələn, Meksikanın özü də var. Təzə tapılan divergent, konvergent. 1, 3, 4, yəni C variantı. Dərsliyə əsaslanan bir sualdır. Şəkildə təsvir edilən pik üçün, yəni Matterhorn piki, Şermat kurortu. Şermat. Hə, yəni İsveçrədə. Nə deyir burada? Diqqət eləyək. Deyir ki, aid olduğu dağ sistemi 3 yarımkürədə yerləşir. Xeyr, alt dağları 3 yarımkürədə yerləşmir. 1 çıxdı. Aid olduğu dağ sisteminə qar xətti 4500, xeyr, 2000, deməli 500-dən keçir. 2, yanlış. Bu dağların başlayan çaylı eroziya basisi olan okean sahəsi genişlənir. Deməli, bu dağdan başlayan çayların eroziya basisi olan okeanın sahəsi genişlənir. Yəni Atlantik okeanı, doğru. Aid olduğu dağ sisteminin ərazisinin bir hissəsi inkişaf etməkdə olan ölkədə yerləşir, bir hissəsi, yəni Sloveniyada, doğru. Bu zonada tektonik göllər var, ola bilər, bəli. Pirene dağları ilə eyni yarımkürədə xeyr, Pirene dağları 3 yarımkürədədir. Yəni Aneto zirvəsi, Qrivins kəsir, şərq-qərb söhbətinə görə uyğun gəlmir. 3, 4, 5, yəni Y variantı.
Uyğun olan vəhdləri müəyyən edin. Təbii ki, əlbəttə şimal enliyində bu Jutlandiya yarımadası ərazidə daimi küləklər təsir edir, yəni qərb küləkləri. Sonra ərazisində 2 iqlim tipi xeyli mülayim dənizdir. Ərazisi monarxiya dövlət, bəli, Danimarka. Kuba adası xeyr, Kuba adası burada deyil. Mərkəzi Amerikadadır. 1-3, yəni D variantı. İfadələrdən bu da hündürlükdür. Bu ifadələrdən biri doğrudur. Diqqət eləyək. Deməli, Pirine dağları 3404 yanlış. Burada ümumi 3404-dür. İskender dağları hündürlüyü 2400, bu yanlış. Karpat dağları 2655 yanlış. Elbrus yox. Elbrus deməli 5642, 5604 də yazılar, 5610 da yazılar. Əndəlüs bu doğrudur. Y variantı. Aha. Diqqət eləyək, kəsmə yüksəkliyi 15 metr olarsa, sxemdə göstərilən dərinlik qazısı uyğun gələ bilər. Dəniz səviyyəsi, deməli, 1, 2, 3, 4, 5, 5. Deməli, 5,75 də nəyin arasındadır? Nöqtə. 90 arasında. 75-dən 90 arasında təbii ki, mənfi söhbət var ha burada, çökəklikdir. Ölüm dərəsidir, -86. Y variantı. Tibet yaylasına aid olmayan, deməli, fikri müəyyən edin. Baxaq. Diqqət eləyək. Deməli, kontinental iqlim hakimdir, bəli ki, yəni kontinental zona subtropikdə mülayim də təsir edir. Mövzu arasında yaranan, bəli. Aid olduğu ölkənin daxili suları bir okeana xeyr. Aid olduğu ölkə, xüsusilə belə deyək, məsəl üçün Çində bir okeana çıxışı var, bir özünün. Amma daxili suların 3 okeana çıxışı var. Qar xətti mövcud təbii ki, Himalay və Kunlar arasında yerləşir, bəli. Aid olmayan C. Deməli, yer qabığına 1150, 1150 metrdə, 1150 metrdə nə qədərdir? 58 dərəcə Selsi, təqribən 150 metrdə deyə nə qədər olar? Arada hündürlük fərqi elədir 1000 metr. Aydındır. Təbii ki, biz ortalama, deməli, 100-ə əgər 3 dərəcədirsə, 1000-ə nə qədərdir? 30 dərəcə. Biz tənasübdə normal orta sayı 1 dərəcəli geotermik pillə 1 dərəcə 30 metrdir, qradiyent 100 metrə 3 dərəcədir. O zaman neyləyirik? Təbii ki, yüksəyə doğru getsə azalmalıdır. Axı nüvəyə doğru getsə artır. 58 çıxaq 30, 28, yəni B variantı. Uyğunluğu müəyyən edin. Deyir ki, Antiplano, Cənubi Amerika, Kəlləqənd, Cənubi Amerika, Masavari, Cənubi Amerika, Eyros, yəni harda yerləşir? Avstraliyada. Antiplano deməli Boliviya, Çili, 1-ə B. Kəlləqənd deyirsə, Braziliya yarısı 300 metrə qədər 2C. Masavari dağlar, adı Eyros, hündürlüyü, bəli, Avstraliyada. B, C, A, D. Yəni D variantı. Təsvir edilmiş sonra obyektlərdən biri doğrudur. 5 sarı xeyr, Yapon. 2 küsü Hönsüdür. Sonra 1 Hönkü Hokkaydodur. 4 Hokkaydo xeyr. Küsü Sikoku düzdür. 3 doğrudur. Əgər mərkəzə doğru gedirsə, təbii ki, bu kənarları yüksək, mərkəzi alçaq təzyiqdir və bu da nədir? Antisiklon. Antisiklondur. Antisiklon. Diqqət eləyək. İndi biri, əgər demişik ki, biz həmişə bu vəziyyətdədirsə, bu cənubdur. Bu vəziyyətsə isə şimaldır, dəyərli yoldaşlar. Ona görə də deməli, diqqət eləyək, birinci cənub yarımkürəsinin siklon. Mərkəzə doğru, vay. Siklon, dəyərli yoldaşlar, üzr sayın. Mərkəzə doğru gedirmiş, siklondur, bəli, siklondur. O zaman cənub yarımkürəsinin siklonu, şimal yarımkürəsinin siklonu, bəli.
Aha, deməli burada oldu D variantı. Çünki cənub yarımkürəsində sadə əqrəb istiqamətinə, şimal yarımkürəsində sadə əqrəbin əksi istiqamətinə siklonlar, kənarlar, deməli kənardan mərkəzə doğru. 21, deməli D variantı. Növbəti sualımıza keçsək, vaxt gedir. Deməli, əksonla radiasiya udulan radiasiyanın nədir? Biri 3x-dir zaten. Biri nədir? 9x, 6x-dir. Aha, bərabərdir nə? 180-də. 9x bərabərdir 180, ümumi deyil. X bərabərdir nə? 20. Deməli, avtomatik olaraq biri 60-dır. 3-ü deməli 3x-in biri deməli 60, biri də 120-dir. Nə deyir burada? Bu nəsil əks olunanla udulan günəş radiasiyasının fərqi. Bunun hansı udulan əks olunanın ümumi fərqini soruşur bizə. 120 çıxaq 60 bərabərdir 60. Yəni C variantı. Növbəti sualımıza keçirik. Daha çox, yəni orta halda görünən suallardandır. Cədvəl doğru olmayan ifadəni müəyyən edin. Baxaq görək. Ən böyük zirvəsi deməli Böyük Qafqaz alt dağları Elbrusdur. Bu zirvənin yerləşdiyi ölkənin ərazisində bazar zirvə yerləşir. Deməli, həqiqətən doğrudur. Çünki niyə? Ən böyük Elbrus 5642-dir. Bu zirvənin yerləşdiyi ölkənin ərazisində bazar zirvəsi yerləşir. Bu doğrudur. Sonra cənub yamaclarında qar xətti aşağıdan keçir. Cənub yamacı xeyr. Əksinə cənub yamacında deməli ekvatora baxan istiqamətdir. Burada yuxarıdan keçməlidir. Taman yarımadası başlayır cənub şərqə doğru. Bəli, bu doğrudur. Bizə yanlışlar lazımdır. Davam eləyək. Deməli, Almaniya, Fransa, İtaliya kimi alt dağlarını danışırıq. Almaniya, Fransa, İtaliya kimi inkişaf etmiş ölkələr arasındadır. Doğru. Sonra alt dağlar ən uca zirvə 5000 metr xeyr 4807-dir. Yanlış. Dunay, Volqa, Peçora kimi çaylar başlar Peçora qətiyyən. Alt dağlarında Volqanın özü deməli Valday yüksəkliyi Şərqi Avropadan başlayır. Yanlış. Nə deyir burada? Doğru olmayan 2, 5, 6. Uyğunluğu müəyyən edin. Aha. Suala baxaq. Deməli, mis filizli, travertin qeyri-filtr doğru. Dəmir filizli, alınit qeyri-filiz deyir. 2 yanlış. Qızıl filiz, kükürt qeyri-filiz, kömür, aha. Sonra, deməli, molibden filiz, almaz qeyri-filiz, təbii qaz doğru. Qranit, deməli, ümumiyyətcə, torf, seolit, qranit ümumiyyətcə çıxdı. Sonra xromit, bəli, travertin, aha, perlit, yanlış. Ümumiyyətcə, burada nə oldu? 1, 3, 4. Müsbət 20 dərəcə temperaturda maksimum 17 dərəcə, 17 qram tutur. Düzdürmü? Deyək ki, 60%-dir. İndi 17 qramın özü neçə faizdir? 100%. 60% nədir? X. X də bərabərdir 66 7-nin 42. Deməli, 10,2. 10,2 qram edir səhv etmirəmsə. Həmin su buxarı başqa bir temperaturun 40 dərəcə, 40%-dir. Həmin temperatur 1 kub metala neçə qram su buxarı tutar? Deməli, bu 10,2 qram başqasında nədir? Deməli, 40%-dir. İndi baxıram. 10,2 qram 40%-dirsə, bəs bunun tam doymasını deyir də 100% nə qədərdir? X bərabərdir. Demək 10,2-dirsə 2,5-ə vuranda təqribi 25,5 qram edir. İsti cəhbə uyğunluğu müəyyən edin. Aha. İsti cəhbə və soyuq cəhbə atmosfer təzyiqi yüksəlir. Deməli, isti cəhbədə temperatur artar. Bir yazaq, birinci onları yazaq ondan sonra. Deməli, temperatur artacaq mütləq. Temperatur artan kimi də atmosfer təzyiqi azalmalıdır. Başqa görək nə var? Bir də yağış yağa bilər. O da leysan yağışları deyil. Leysan yağışı soyuqdur. Bəli, soyuq cəbhədə hava temperaturu enir, təzyiq artır. Sonra
Avtomatik güclü şimşək falan yağır. Leysan yağışlar 100%. B, D, A, E, C. Yəni A variantı. Doğru ifadələri müəyyən edin. Cənub yarımkürəsinin qərb külələri cənub-şərqə doğrudur. Aha. Bəli, bu şimal-qərbdən cənub-şərqə doğrudur. Doğru, bir dəqiqə. Doğru. Sonra cənub yarımkürəsinin siklon sadə qəribin əksi yox, sadə qərb istiqaməti Sirokko həmçinin Həbib Tozbulğandır. Sonra Baltik dənizi ətrafında sarınma Baltik dənizi deyil, Baykal gölü. Sonra siklonlu hava qalxır, antisiklonlu enir. Bütün dənizlər sadəcə bir çöllər hakim olur. Xeyr, çünki donal dənizlər falan məsələsi var. 1, 3, 5, yəni doğru olanlar. Cədvəl sizə müvafiq küləklərə aid olan doğru fikirləri müəyyən edin. Passat küləkləri, qərb küləkləri. Doğru fikirlər deyir. Baxaq görək. Qulvstream və Kurasiyov cəryanların yaranması səbəb olur. Passat küləkləri xeyr, yəni bu o ərazilər deyil. O ərazilərdə müəyyən qədər qərb küləkləri. Yanlış. Tropik yeniliklərin yüksək tezlik sahəsində ekvator yenilikləri bəli, 2 doğrudur. Deməli, Respublikamızda ilin isti dövründən ümumiyyətcə müşahidə olunmur heç bir qərb küləkləri. Yəni Passat, qütb küləkləri. Qərb küləkləri keçək. 45-60 dərəcəli yeniliklərdə müşahidə edilir. Şimal yarımkürəsində cənubi qərbdən şimali şərqə doğru hərəkət eləyir. Bəli, tropik alçaq təzyiq deyil. Nə doğru fikirlər deyirsə 2, 4, 5 hansı variant? D variantı. Şimali Amerika iqlimi haqqında hansı fikir yanlışdır? Diqqətdən baxaq. Kaliforniya yarımada tropik səhra iqlimi formalaşıb. Bəli. Baffin torpağının cənubunda subarktik. Bəli, çünki şimali arktikdir. Labrador yarımı bir hissəsi subarktik. Bəli, Kola yarımadası kimi. Alyaska cənubi şimali qərb mülayim dəniz. Ən rütubətli Qulvstream deyil, yəni şərq hissəsi deyil. Kordilya dağlarının qərb ətəkləridir. E variantı. Verilən iqlim qrafi hansı iqlim quşaqlarına aiddir? 442 varsa, deməli mənfiyə düşür, təqribən 8-10 dərəcəli temperatura qədər. Bu Avropanın subarktik iqlimidir. 189 Şimali Amerikanın, 341 isə Asiyanın subarktikidir. 608 millimetrə qədər yağıntı varsa mülayim kontinentaldır D. Uyğun məlumat, uyğunluğu müəyyən edin. Yucatan yarımadası Mərkəzi Amerikada mülayim, yox, tropik dənizdir, 1-ə B. Kiçik Asiya yarımadası, yəni Türkiyə, Aralıq dənizdir. Yeni Zelandiya həm mülayim dənizdə var, həm də bərabər rütubətli subtropikdə var. Mülayim dəniz verisi götürə bilərik. 1-ə B, 2-yə E, 3-ə A. B, E, A hardadır? A variantı. Afrikanın sahil zonasında, bəli, qərbdən şərqə tam zolaq əmələ gətirir. Konqo ola bilməz, Əlcəzair, Çar çıxdı, Misir düşmür, Tunis ümumiyyətcə heç düşmür. Anqola, Kenyanın bir hissəsi düşə bilər. Niger və Sudan. C. Azərbaycan iqlimindən lərində 4 rayon var ki, onlardır. Təbii ki, burada Göygöldən danışılır, Kəlbəcər, Laçın, Şuşadan. Baxırıq ki, nəyə? Pilləvaridir. Pillavarin bir çıxıntısı uzundursa bu Laçındır. Pillavarin hamısı bərabərdirsə Kəlbəcərdir. İki çıxıntı bərabərdirsə bu nədir? Göygöldür. Biri uzundursa bu Şuşadır. C variantı. Uyğunluğu müəyyən edin. Azərbaycan hava kütlələri. Diqqətdən baxaq. Cənub siklonları yeganə bir hava kütlələrdir ki, yayda yağıntı gətirir. Kiçik Asiya və Aralıq dənizi üzərindən 1-ə A. Sonra Orta Asiya hava kütlələri yayda isti, qışda soyuq 2-yə D. Mülayim dəniz hava kütlələri, yəni Azor antisiklonu sayəsində gəlir temperatur aşağı düşür, yağıntı verir 3-ə C. Tropik hava kütlələri zaten Şimali Afrika və Ərəbistan üzərindən yayda da, qışda da gəlir 4-ə B. Hansı variant? A variantı. A, D, C, B. A, düzgün verilməyən bəndi müəyyən edin. Baxaq görək. Verilməyən deyir.
Qırlandiya vulkanik, bəli, vulkanik deyil, adadır. Danimarkanındır. Yapon materik Yaponiya, doğru. Havay vulkanik ABŞ, doğru. Yeni Qvineya materik Papua, doğru. Kalimantan materik Tayland, xeyr. Malaziya, İndoneziya, Bruney. Böyük Sədrək vulkanik, xeyr. Yəni mərcan mənşəlidir. Nə oldu? 1, 5, 6. Aha. Orta Okean duzlanmış 7 ton, 7 vıraq Orta Okean deyirsə 35-ə bərabərdir. 210, 210, 245 eləyir də. Aha. Bu oldu Orta Okean. Xəzər dənizinin 4 okeanda 4-ü də vırırıq nəyə? 12-yə. Eləyir 48. Neçə kiloqram çoxdur? Təbii ki, 245-dən də 48 çıxanda nə eləyər? 197. Avropanın çayları 4 yarımkürədə yerləşir. 100% birinci Temza, Harronna və Luara Biskay körfəzinə tökülür. Ebro A variantı. Çayların mənsəbinin düzgün verildiyi sıraları müəyyən edin. Ağdəniz qətiyyən. Peçora deyir, yəni o şimala doğru axsa da, amma Şimal Buzlu okeana ora axmır. Ob çayı lap tevlər deyil, Ob çayı Karibdir. Kolorada bəli, Po Adriatikdir. Amur Yapon deyil, demək Tatar boğazıdır. Ebro Aralıq dənizi. Hansı 3, 4, 6-ya baxaq görək. Y variantı dəyərli yoldaşlar. Çoxillik, ritmlik, çoxillik var, sutkalıq var, illik, çoxillik. Deməli, çaylarda kursulluq illikdir, çıxdığımız sonlar illikdir, brizlər sutkalıqdır, yarpaqların tökülməsi illikdir. Yəni buzlaşma, qlobal istiləşmə, dağım legal platformalar, transqressiya, reqress hamısı odur. C. Dəqiqə. Çox illik deyir də, bəli, bəli, buzlaşma, qlobal istiləşmə, bəli, 100% C. Deməli, torpaq profilinin 3 rəqəmi ilə birinci humus qatıdır, yuyulma qatıdır, toplanma qatı, ana suxuru 3 deyirsə, bu nədir? Toplanma qatı. B. 41. Doğru ifadələmə müəyyən edin. Madaqaskar adasında dəyişən rütubətli meşələr təbii zonası yayılıb. Bəli, cənubunda. Sonra Afrikanın coğrafi meşələri Tunis və Cərdadır. Həm şimalda, həm cənubda olar. Hipson sərəsi mülayim. Hipson, Sipson, nallar var deməli, mülayim işıqlanmadadır. Qobi səhrası xeyr, mülayimdədir. Santiago şəhərinin bərabəti xeyr, aralıqdır. Santiago Çilidir. 1, 2, 3. Uyğunluğu müəyyən edin. Uyğunluq. Baxaq görək nə deyir. Aha. Göygöldə eyni yarpaqlı ağacı rast gəlinmir. Gəlinir. Yanlış deyir. Bəsitçə yerləşdiyiniz Batı rayon 2 ölkəyə. Zəngilan, bəli. Deməli, Zəngəzur 3 inzibati rayon ərazisində yerləşir. Bu da doğru deyir. Çünki Culfa, Ordubad, Şahbuz, Ağgöl, Bəbir, xeyr. Ağgöldə su qışlar və deməli qorunur. Çıxdı. Körçay Küdür Şirvanda deyil. Körçay Qazax Qarabağdadır. Qızılağasa bəli, bu doğrudur. 2, 3, 6 Y variantı. Sarı torpaqlar təbii ki, Azərbaycanda Feyxu limonda 1-ə C-dir. Dağ qarı torpaqlar Azərbaycanda taxıl və kartofdur 2-yə D-dir. Kokobud və hidropon tərəvəz ola bilər. Geniş yayılmır çünki boz-boz çəmənlərdə bostan bitkilər 4-də də A olar. C, C, D, B, A hardadır? D variantında. Hansı xəritədə keyfiyyət dəyişiklikləri deyil? Keyfiyyət. Təbii ki, kəmiyyət var, keyfiyyət var. Kəmiyyətdə ancaq ərazilər olur. Keyfiyyətdə isə gözlə görünməyən. Bəli, bu keyfiyyətdir. Keyfiyyət B, keyfiyyətdir bu da. Bu da həm əslində bu keyfiyyətdə aid edirlər, kəmiyyətə də aid edirlər. Amma daha çox keyfiyyətə aid olunur. Niderlər pul nerlər hesabına ərazinin itirməsi isə kəmiyyətdir. Avropa monarxi ölkələri müəyyən edin. Baxaq görək Avropada monarxi ölkələr. Elə Danimarka A variantına uyğun gəlir deyəsən. Niderland, İspaniya, İsveç, bəli. Çünki burada Finlandiya çıxdı. Sonra Almaniya çıxdı. Estoniya çıxdı. Portuqaliya çıxdı. A variantı uyğun gəlir.
Fikirlərin neçəsi doğrudur? Fikirlərdən neçəsi doğrudur? Baxa görə Yeni Zelandiya əhalisi əsas hissəsi qərb sivilizasiyasına mənsubdur. Düz faiz. Tayland sahilləri 2 okean sürüyür. Bəli. İstifadə tropik işıqlama qurşağında xeyr, mülayimdədir. İraq, Pakistan, İslam dinastiyası Ərəb ölkəsi, Pakistan Ərəb ölkəsi deyil. Niamey şəhəri Nigerin paytaxtı, Bakı şəhəri ilə eyni yarımkürədə, bəli, şimal və şərqdə düzdür. Neçəsi doğrudur? 3-ü. Yanlış fikri müəyyən edin. Deməli, diqqət eləyək. Səhradan kənarda yerləşən ərəblər yerli xalq yaxın olaraq arasında əlifsimilyasiya, bəli. Slavyan provinsiyası meşə landşaftı, bəli. Qərb Sibirə formalaşan dənizlər. Amerika qitəsi tamamilə qərbsə xeyr, o da Latın Amerikası sivilizasiyası da var. Hazırda bütün dünya xalqları sivilizasiyasına aid deyil. Çünki deməli ki, Amazon meşələrində, Konqo meşələrində sivilizasiya mərhələsinə qədəm qoymayan tayfalar mövcuddur. 4. German dil qrupuna aid olan xalqlar. Hind-Avropanın German dil Şimali Avropa xüsusilə seçilir. Məsələn, Çexiya, deməli, İtaliya romandır. Rumenlər çıxdı, estonlar çıxdı, rumenlər çıxdı. Sonra finlandlar çıxdı, bəli. E variantına baxdıq ki, uyğundur. Nədir? Əgər doğum azalır, ölüm sabit qalırsa, bu nə deyir? Keçidin ardıcıllığını deyir. Ardıcıllıq, doğum azalır, ölüm sabit qalır. Yox, bir dəqiqə. Ölüm sabit qalır. Deməli, burada nə olacaq? Diqqətlə qulaq asırıq. Ki, deməli, birinci başlayır nədən? Məsələ nədir? Doğum azalırsa, doğum azalır və ölüm sabit qalır. Bu, deməli, ölüm sabit qalır. 3 olsun, diqqətlə qulaq asaq. Ölüm azalır, doğum sabit qalır. Ölüm azalır, 2. Doğum və ölüm hər ikisi azdır. 4. Doğum və ölüm hər ikisi yüksəkdir. Doğum və ölüm hər ikisi yüksəkdir. Deməli, təbii ki, bu 1-dir, 1-dədir də. 3, 2, 4, 1. 3, 2, 4, 1, Y variantı. 2024-cü ilin məlumatına görə dünyada qaçqınların 53% bu ölkələrin payına düşür. Aha, qaçqınlar təbii ki, 11-ci sinif təhsilində də var. Əfqanıstan, Suriya, Ukrayna, dəyərli yoldaşlar.